Avropa dövlətləri arasında yaxın şərqlə bağlı yeni dinamika formalaşır. Böyük Britaniya və Fransa ilk dəfə olaraq Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı konkret addımlar atmaq niyyətindədir. Hər iki ölkənin bu qərarı iyun ayında keçiriləcək beynəlxalq konfrans ərəfəsində rəsmiləşdirə biləcəyi bildirilir. Bu, həm də böyük yeddiliyə üzv ölkələrdən Fələstinin birinci tanınması olacaq. Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy də ilk dəfə olaraq sözü gedən proseslə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Lakin danışıqlar zamanı Fələstinin müstəqil dövlət olaraq tanınması üçün başlıca şərtin Həmasın Qəzzadan tam çəkilməsi olduğu vurğulanıb. İsrail isə bu plana qarşı çıxır. Hətta baş nazir Benyamin Netanyahu Emmanuel Macronla telefon danışığı zamanı bunun Həmas və İranın psixoloji qələbəsi olacağını deyib. Eyni zamanda Britaniya planlaşdırılan addımların yalnız dildə yox, əməldə də təsdiqini tapmasını istəyir. Bütün bunlarsa Təl-Əvivin narahatlığını daha da artırır. Əslində bu heç də İsraillə bunların bir kəskin münasibətlərin olduğu anlamına gəlmir. Əslində qeyd etmək, bu BMT-nin qərarına uyğun addım atırlar və dünyada sülhün tərəfdarı olduqlarını bəyan etmək istəyirlər. Burada İsrailə də müəyyən bir mesajlar verirlər ki, artıq Fələstində həyata keçirdiyi bu qətliamları dayandırsın. London və Paris bu məsələdə tarazlıq oyunu oynayır. Həm İsraili tam qarşılarına almamaq, həm də ərəb dünyasında biraz daha rəğbət qazanmaq istəyirlər. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvü bu qərarla regiondakı nüfuz savaşında yerini möhkəmlətməyə çalışır. Həmçinin London və Parisin bu təşəbbüsü regionda 2 dövlətli həll modelini dəstəkləmək məqsədi daşıyır. İrlanda bu anlamda önemli adımlar attı ama Britanya'nın yani İngiltere'nin bu anlamda bir adım atarak en azından tarihsel olarak sebebiyet verdiği bu duruma hiç olmazsa bir katkı vererek bugün en azından Filistin'in biraz daha direnç bulabilmesine bir katkı verebilir. Açıkçası ifadeler çok insanın kulağına hoş geliyor ama bunun tecelli edebilmesi veya ortaya çıkabilmesi de mutlaka bir zaman ve zemin gerektiriyor. İsrail ise bütün hallarda bu təşəbbüsə isti yanaşmır və bu cür addımların bölgədə radikal qüvvələrin mövqeyini gücləndirə biləcəyindən narahatdır. Bundan əlavə qərarın koordinasiyalı və beynəlxalq konsensus çərçivəsində verilməsi tələb edən müzakirələrdə əsas yer tutur.